Ramiz Mehdivin həbsini çoxdan gözləyirdim. Misir Mərdanovdan ola kimi müsahibə. Prezident administrasiyasının eks rəhbəri Ramiz Mehdivin həbsindən sonra zamanında onunla gərgin münasibətlərdə olan siyasətçilər, hakimiyyətdə təmsil olunmuş şəxslər bir-bir çıxıb bu barədə danışdılar və danışırlar artıq. Misir Mərdanovun maraqlı bir açıqlamasına rast gəldim. Deyir ki, bircə dəfə Ramiz Mehdivlə görüşmüşəm. Onda da o görüşə getdim və bir saat da yaxın belə deyirlər də qapının arxasında gözlədim ki, məni dəvət edəcək. Bir saatdan sonra deyir, mənimlə dəvət etdi, görüşdüm və özü deyir, bir qəribə mənə dedi ki, səni bir saat qapının arxasında gözlətdim. Bunun özündə də bir elə bir deməyin özündə, sözün, ifadənin özündə də bir belə hiss olunub ki, səndən intiqam aldım, ya xoşum gəlmir, ya səni qəbul etmirəm. Belə bir səslənib. Çoxları onun zamanında törətdiyi əməlləri, haqsızlıqları ifşa etdi. Bəziləri isə çoxlarının bilmədiyi fəaliyyət yönləri ilə bağlı danışdı. Eks Təhsil Naziri Misir Mərdanov TV Müsavatın baş redaktoru Sevinç Telman qızına müsahibəsində Ramiz Mehdiyev ilə bağlı bir çox gizlilikləri açıqlayıb. O cümlədən qapı arxasında dayanmasına da. O Mehdiyev ilə bağlı bir çox xatirələrini danışıb və deyib. Əsas açıqlaması olub ki, Ramiz Mehdiyev məni dəvət etdi və bir saat qapının arxasında dayandım, gözlədim, sonra məni qəbul etdi. Və yenə də deyirəm, Misir Mərdanovdan da açıqlama gəlib ki, Ramiz Mehdiyevin həbsini çoxdan gözləyirəm.